Sağ olun. Uşaqlar, biz bugün keçirik əlavələr. Siz də kanalımıza abunə olmağı, bəyənib paylaşmağı unutmayın. Əlavələr. Uşaqlar, əlavə nədir? Əlavə aid olduğu üzvü aydınlaşdıran, izah edən söz və ya söz birləşməsidir. Diqqətlə qulaq asın. Əlavə aid olduğu üzvü aydınlaşdıran, izah edən söz və ya söz birləşməsidir. İndi təlimdən aydın olur. Əlavə aid olduğu üzvdən sonra işlənəcək, yoxsa əvvəl işlənəcək? Bəli, bax yer deyir də. Bu tutaq ki, hər hansı bir cümlə üzvüdür. Bu cümlə üzvüdür. Həmin cümlə üzvünü aydınlaşdıran, izah edən əlavə işlənir. Yəni, əlavə aid olduğu üzvdən sonra gəlir, onu aydınlaşdıran, izah edən bir cümlə üzvüdür. Bir növ uşaqlar, bu nə oxşayır? Təyin nədir? Təyin hər hansı bir cümlə üzvünü izah edən, onu aydınlaşdıran da, əlavə, bəzi əlavələrdə yer səhv düşmüş təyindir. İndi başa düşəsiniz nəyə demək istəyirəm. Məsələn, ta ki, əliyə, yəni, qardaşıma kitab aldım. Kimə? Gəlin, indi cümlə sidaqlı təhlil edək. Nə etdim? Aldım. Nəyi? Kitabı. Kimi aldım? Əliyə. Kimi aldım? Qardaşıma. İndi burada əli deyəndə nə çoxarır? Məsələn, məktəbdə bir 10 dənə əli var. Onun biri sənin qardaşındır, eləmi? Burada qardaşıma deyərək, əlavə işlədərək bu əli tamamlığı nə etdik? İzah etdik, aydınlaşdırdık, dəqiqləşdirdik ki, hansı əldən söhbət gedir? Qardaşım əldən söhbət gedir də. Aid olduğu üzrə aydınlaşdırdık, izah elədik. Yəni bu bir növ yerdir. Nə deməkdir? Əgər bu təyini, bütün əlavələr yox da, əlavəni aid olduğu üzrdən əvvəl atırsa, o təyin olacaq. Yəni əksəriyyəti belədir. Çünki bu yeri səhv düşür də, sanki yeri səhv düşür, təyin ona görə deyirlər. Yəni bu cümləni gəlin əlavəni əvvəl atma. Qardaşım, Əliyə kitab aldım. Nə etdim? Aldım kimə? Əliyə. Nəyi? Hansı əli? Qardaşım. Bax gördün, burada əlavə olan aid elədiyi üzvdən əvvələ keçəndə nə oldu? Təyin oldu. Aydınlaşdırır, özündən sonra gəlir, aydınlaşdırır, izah edən söz və ya söz birləşməsinə nə deyilir? Əlavə deyilir. Uşaqlar, əlavələr aid olduğu üzvdən əsasən vergüllə ayrılır, əsasən vergüllə, bəzən tire işarəsi ilə, bəzən də bax burada yazmışam, yəni aydınlaşdırma bağlayıcısı ilə işlənir, yəni bağlayıcısı da işləndə özündən əvvəl vergül işarəsi olacaq. Yəni əlavədə neçə durum işarəsi ola bilər? 3. Ya tək vergül, ya da əlavə ilə aid olduğu üzv arasında tire işarəsi, ya da vergül, yəni bağlayıcısı işlənirsə, onda özündən əvvəl nə qoyulacaq? Vergül işarəsi. Məsələn, ta ki bu cümləni belə də yazsın. Əliyə, tire, qardaşıma, davamında gətirirsən, kitab aldı. Bu tiredir. Burada vergül də qoysun, əliyə, vergül qardaşıma, kitab aldım. Yenə də nə olacaq? Əlavə olacaq. Əlavədə neçə durum işarəsini istifadə ediləcək? 3. Vergül, tire, bir də yəni bağlayıcısı. Yəni bağlayıcısı işlənəndə yənidən əvvəl nə qoyulacaq? Vergül işarəsi. Bura kim aydın olur? Bax, bir də testlərdə nədir? Məsələn, cümlə üzvünün əlavəsi var. Bu cümlə üzvünün əlavəsidir. Niyə? Tamamlıqdır, tamamlığın əlavəsi. Bir də uşaqlar, ümumi əlavə soruşursa sizdən, məsələn, cümlə üzvünü tutaq ki, variant testi verir ki, hansı cümlədə əlavə işlənib, cümlə üzvünün əlavəsi deyil amma. Burada siz nəyə fikir verəcəksiniz? Söz birləşməsinin aslı tərəfinin əlavəsi. Məsələn, tutaq ki, şəhərə, vergül, Bakıya çatanda məni, dostu qarşıladı. Nə etdi? Kim qarşıladı? Kimi? Nə zaman? Şəhərə, Bakıya çatanda. Bax, burada əlavə var.
Bakıya sözü, şəhər sözünü izah edib, konkretləşdirib. Onu izah edib, aydınlaşdırıb. Bu Bakı sözü burada şəhər sözünün əlavəsidir. Amma burada cümlə özünün əlavəsi deyə bilərik. Niyə? Çünki çatanda fiili bağlama, bax bu şəhərdə sözü özünə tabi edir. Yəni burada şəhərə çatanda Bakı sözü fiili bağlamanın aslı tərəfinin əlavəsidir. Yəni burada əlavə var, amma nə yoxdur? Cümlə üzvünün əlavəsi yoxdur. Yoxdur. Aydın oldu? Deməli, əlavə. Cümlə üzvü arasında ola bilər, söz birləşməsinin aslı tərəfində də əlavə ola bilər. Hətta uşaqlar, kitabların da əlavəsi olur. Kitabın da əlavəsi olur. Bir də, bax, kitabın əlavəsi məsələn, tutaq ki, oğlum, deyək, daha doğrusu bunu belə yazaq. Əlif, oğlum, bura, gəl, bax, əli bura gəl, kitabdır da, oğlum bura gəl, bax, oğul sözü burada əlini nə edir? Bir növ aydınlaşdırıb izah edir. Deməli, buradakı oğul sözü əli kitabının nə edir? Əlavəsidir, yəni ikisi də kitabdır, sadəcə, ümumiyyətlə, əlavə yeni bir cümlə üzvü deyil. Uşaqlar, gəl bunu sintaktik dəyərliyəndə görürsünüz, eyni cümlə üzvü götürürlər. Yəni bu həmdis işlə qarışdırmayın da. Eyni cümlə üzvü, nə ayrıca həmin cümlə üzvü suala cavab verir, həmin cümlə üzvü də xəttin çəkəş saatında. Eyni zamanda da xitabdadır, yəni burada əli bura gəl, oğlum sözü də əlini izah edir, əli, yəni oğlu. Konkretləşdirirsən ki, hansı əldən söhbət edir? Oğluna söhbət edir. Deməli, burada da nə olacaq? Kitabın əlavəsi olsa, rahat şəkildə bunu fərqləndirmək bacarmalısınız. Bir də uşaqlar, əlavə özünün ayrıca təyini ola bilər. Bax, diqqətli olun, əlavənin özünün ayrıca təyini olur. Əgər özünün ayrıca təyini olanda, onu rahat şəkildə ayrı sintaktik təhlil edəcəksin. Məsələn, tutaq ki, Ramili, balaca qardaşımı məktəbə yolladım. Nə etdim? Apardım. Kimə? Mübtəda buraxılıb. Hara apardım? Məktəbə. Kimi? Qardaşım. Kimi? Daha doğrusu birinci burada kimi, Ramili. Burada qardaşım sözü, Ramil sözünün nə idi? Əlavəsi. Bax, əlavənin özünün təyini var burada. Hansı qardaşım? Yəni, əlavənin özünün ayrıca təyini olanda sintaktik təhlil zamanı da buna nə edəcək? Ayrıca sintaktik təyin götürəcək. Aydındır. Bir də birinci və ikinci şəxs əvəzlikləri, təkinin əvəzlikləri. Əlavəsi olan uşaqlar, o əlavə xəbərlə şəxsə görə uzlaşmaya bilir. Məsələn, biz Azərbaycan gəncləri sizinlə qürur duyuruq. Uşaqlar, burada nə edirik? Qürur duyuruq. Kimin ilə? Sizinlə. Ki, biz Azərbaycan gəncləri. Burada Azərbaycan gəncləri ikinci şəxs əvəzliyinin cəmi var ha. Birinci şəxs təkimlə, cəmi də bizdir, eləmi? Bunun əlavəsi nədir burada? Azərbaycan gəncləri. Bunu aydınlaşdırıb izah edir. Biz deyəndə konkret kimdən söhbət gedir? Azərbaycan gəncləri. Bax, burada Azərbaycan gəncləri əlavəsi var ha. Yəni bizim əlavəsi, biz əvəzliyin əlavəsi xəbərlə şəxsə görə uzlaşmayacaq. Biz qürur duyuruq deyə bilərsən. Azərbaycan gəncləri sizinlə qürur duyuruq deyə bilərsən. Burada yox, şey kimi düşünməyin, nə xitab kimi yox. Azərbaycan gəncləri sizinlə qürur duyuruq yox. Qürur duyur olmalı, əslində. Deməli, birinci şəxsin təkində və cəmində deməli, nə olacaq? Onun əlavəsi işlənəndə birinci və ikinci şəxs əvəzliklərində əlavə işlənəndə və onun əlavəsi xəbərlə nə etməyəcək? Şəxsə görə uzlaşmayacaq. Ona mütləq şəkildə fikir verir. Yəni, bu da mübtədanın xəbərlə şəxsə görə uzlaşmasında istisna kimi götürülə bilər. Bəzən uzlaşmaya da bilir bu formada. Sonra, bir də uşaqlar, əlavədə əsas
çaşdırıcı məqamlar nə zaman olur? Bəzən, bura kimi aydındır. Bəzən vergüllə işlənən əlavələrdə biz onu həmciz üzvündən qarışdıra bilərik. Həmciz üzvündən. Necə qarışdıracağıq? Məsələn, ta ki deyirəm, səhər, bu gün aynı səsdir? 15-i. Səhər, ayın 16-sı dərs yoxdur. Var, aslında sadəcə. Misal bazarda 16-sı. Hə, yoxdur, nə? Nə zaman? Səhər, eləmi? Ayın 16-sı. Bunu sən ikinci cür düşünə bilərsən. Necə? Yəni səhər, bugün ayın 15-idirsə səhər ayın neçəsidir? 16-sı. Səhər, yəni ayın 16-sı dərs yoxdur. Bir də uşaqlar, məsələn deyirsən, səhər dərs yoxdur. Səhər tutaq ki 15-i kimi düşünsük. Yəni bunu 14-ü desəydik. Bir 15-i dərs yoxdur. Bir də nə yoxdur? 16-sı. Bunu yalnız necə olanda? Vergül işarəsi qoyulanda, ha. Yəni, tutaq ki burada tire işarəsi olsaydı, vergül silsəydi, bu mütləq şəkildə əlavət. Və yaxud da ki, vergül yəni olsaydı, yenə də əlavət. Aydındır? Yəni, bu tipli şeylərdə mütləq şəkildə fikir verir. Testi ola bilər ki, həm əlavə kimi, həm həmciz kimi düşünülə bilər. Ona görə, tire və yəni bağlayıcısı varsa 100% əlavət. Amma vergül olanda ki, şübhəli məqam olur da. Dərs yoxdur nə zaman? Bir səhər yoxdur, bir də ayın 16-sı. Dərs yoxdur, səhər və yaxud da ki, yəni 16-sı. Sən əlavə kimi düşünə bilərsən bunu, həm də həmciz, zəhvli kimi də düşünə bilərsən. Başqa məsələn, ipucu olaraq verə bilər, məsələn, ilk dəfə sözüdür, nə bilim, son dəfə, ilk dəfə, bunlar, ta ki, belə bir şey yazırsan, ilk dəfə şəhərə, Bakıya gedirəm. Nə edirəm? Gedirəm. Haraya, şəhərə, haraya, Bakıya. Nə zaman? İlk dəfə. İndi artıq sən bunu, bax bu cümləni var, şəhərə gedirəm, Bakıya gedirəm, həmciz kimi düşünə bilməzsən. Niyə düşünə bilməzsən? Çünki bu ilk dəfədirsə, şəhərə, yəni Bakıya gedir də. Aydındır? Burada deməli, Bakı sözü, şəhər sözü nə idi? İzah edir, aydınlaşdırır. Sonra, kitabların əlavəsini dedik. Əlavə haqqında bu qədər. Bir də qısa nədən danışaq? İnversiyadan testdə, bir test topluluğunda bir 20-yə yaxın test var. İnversiya salədir. İnversiya. İnversiya nədir? İnversiya cümlə özürlərinin yeridir də, bilmiyorum. Əslində qayda nədir? Biz əsasən demişik ki, xəbər sonunda cümlə özünün təxmini quruluşu belə olmalıdır. Yəni bir neçə versiyada ola bilər. Çünki niyə bir neçə versiyada olur? Biz təyin getəndə nə dedik? Təyin aid olduğu üzrdən əvvəl gəlib, onu aydınlaşdırır, izah edirlər. Yəni hansı cümlə özünün aidsə, ondan əvvəl gələcək. Bax, təxmini belə bir quruluş qura bilərik. Xəbər sonunda tamamlıq əsasən xəbərin yanında, eyni zamanda zərflik də xəbərin yanında ola bilər. Yəni bunların yerləri. Mübtədə əsasən əvvəldə, təyin də bir təsəvvür edin ki, təyin də nədən əvvəldir? Yəni mübtədəni izah edir də. Amma sən xəbəri keçirsən əvvələ, ta ki, gedirəm yol ilə məktəbə. Bu cümlə normalda necə olmalıdır? Yol ilə məktəbə gedirəm. Yox, məktəbə yol ilə gedirəm də, normalda belə olmalıdır. Buradan var, gedirəm yol ilə məktəbə. İnversiya nə edir? Pozulur. Aydındır. Və yaxud da, ta ki verirəm, şəhərə gedəcəm səhər. Cümlə necə olmalı? Yox. Nə? Bəli, səhər şəhərə gedəcəm. Səhər şəhərə gedəcəm. Məsələn, pozur. Cümlə söz sırası pozur.
Aydındır. Yəni bax bunlara mütləq şəkildə. Bax bir də bir şey yadlasam bu inşallah. Xitab inversiyanı pozmur. Ara söz inversiyanı pozmur. İstər cümlənin əvvəlində qalsın. Məsələn, ta ki dərslərini diqqətli oxuyur. Uşaqlar. Uşaqlar nədir orada? Tutabdır. Yəni tutab sonunda gəlməsi inversiya pozuntusu deyil. Tutab cümlənin sonunda da gələ bilər, ortasında da gələ bilər, əvvəlində də gələ bilər. Eyni zamanda da ara söz. Əvvəldə də gələ bilər, sonunda da. Yəni əslində ara söz dəxli yoxdur. Yəni kitabı sonda görüb inversiya pozuntusu kimi götürmək Olmaz. olmaz. Aydın oldu. Bəli. Bağlaya bilərsən.